Uca Allah Maidə surəsinin 3-cü ayəsində bugün sizin üçün dininizi tamamladım və sizə olan nemətimi tamama yetirdim və İslam dinini sizə seçməklə sizdən razı qaldım. Bu ayənin təfsirini oxuyan hər bir kəsə yaxşı məlumdur ki, bu ayə Əhl-i Beytin xüsusi ilə də İmam Əli əleyhissalamın imamət və xilafət məqamına mənsub olması ilə əlaqədar nazil olmuş ayədir. Allah bu ayə vasitəsilə İslam dininin təkmilləşməsini və müsəlmanlara olan nemətinin tamamlanmasını buyurmaqdadır. Belə rəvayət olunur. Bu ayə nazil olduqdan sonra Peyğəmbər salavatullah belə buyurdu. Ənəs ibn Malikə sahabələrdən biridir. Dedi, bilirsənmi, nemətin tamamlanması nə anlamdadır? Ənəs deyir, Allah və onun rəsulu daha yaxşı bilər. Peyğəmbər salavatullah buyurdu, nemətin tamamlanması odur ki, cəhənnəmdən xilas olub cənnətə daxil olasan. Hər kəs Allaha, onun rəsuluna itaət etsə, Əli ibn Əbi Talibin və ondan sonra gələnlərin imamətinə itaət göstərsə, o, böyük bir qurtuluşa sahib olmuşdur. Deməli, əziz möminlər, bu hədis bir daha onu göstərir ki, həqiqətən də Əhl-i Beytin uca Rəbbimizin yanında çox böyük məqamı vardır. Və o cümlədən Əhl-i Beytə aid olan bir çox rəvayətlərdə biz görürük ki, sözün əsl mənasında Əhl-i Beytlə düşmənçilik elə Allah və onun rəsulu ilə düşmənçiliyə bərabər tutulmuşdur.